Salam əziz izləyicilər, əziz riyaziyyat sevərlər, hər vaxtınız xeyir olsun. Bu günləri natural ədədlər bölməsindən bir test nümunəsinə baxacağıq. Hansı ki, test nümunəmiz bölünmə əlamətlərinə aid bir test nümunəsidir. Və bu tipli testləri biz həm öz hazırlığımızda abituriyentlərimizlə işlədirik və həm də test toplusunda bu tipli suallara çox rast gəlirik. Gəlin misalın həllinə keçmədən öncə biz birinci qayda qanunla tanış olaq. Gördüyümüz kimi burada da A və B ilə verilir vurğular və bunların 9-a bölünməsindən alınan qalığı bizdən istəyir. Ümumiyyətlə biz bilməliyik ki, hər hansı bir A ədədinin x ədədinə bölünməsindən, yəni burada x yəni 9 nəzərdə tuturuq, x ədədinə bölünməsindən alınan qalıq kiçik a olarsa və hər hansı bir B ədədinin x ədədinə eyni bir x ədədinə bölünməsindən alınan qalıq B olmuş olarsa, A bölünsün B-nin, daha doğrusu A vurulsun B-nin, yəni bunların hasilinin x-a bölünməsindən alınan qalıq həmin o qalıqların hasili olmuş olacaqdır. İndi isə gəlin biz bölünmə əlamətlərinə görə hər bir vurğunun ayrıqda 9-a bölünməsindən alınan qalığı tapaq və onları bir-birinə vurub ümumi qalığı tapmış olacaq. Deməli, burada biz ədədin rəqəmləri cəminin 9-a bölünməsindən alınan qalığı tapmış olaraqsa, burada qalığın 7 olmuş olduğunu görərik və bizdə burada A ədədinin kvadratını, yəni 7-nin kvadratını soruşur. Vururuq nəyə? B ədədinin, yəni B-nin buranı 9-a bölünməsindən alınan qalıq 2 olacaq. 2-nin kubuna. Çünki B-nin kubu soruşulur burada. Vuruqları ayrı-ayrılıqda kvadrata yüksəldib açaq. Deməli, 7 7-nin 49 vurulsun. 2-nin kubu da 8 etmiş olacaq. Görmüş olarıq ki, burada, hörmətli izləyicilər, 49 böləndən, yəni 9-dan böyük olduğu üçün bölmə əməliyyatını biz qalıq 9-dan kiçik olana qədər aparacaq. 49-u 9-a bölən zaman natamam qismətdə 5, qalıqda 4 qalmış olur. 8 isə 9-dan kiçik olduğu üçün yenidən 8 olduğu kimi yazırıq və 4 8-in 32 etmiş olar. İndi isə 32 yenə də 9-dan böyük olduğu üçün ədədi 9-a bölüb ümumi qalığı tapaq. 32-ni də 9-a bölən zaman natamam qismətdə 3, qalıqda isə 5 qaldığını tapmış olarıq. Bizdən isə 9-a bölünmədən alınan qalığı istəyirdi. 5 tapmış olduq. Ümid edirəm ki, videonun izahını başa düşdünüz. Bu tipli videoların davamının gəlməsini istəyirsinizsə, zəhmət olmasa kanalımızı izləmədə qalın və videoları bəyənib rəy yazmağı unutmayın. Sağ olun, növbəti videolarda görüşənə qədər. Hələlik.